Əgər səhvliklə bir təyyarədən düşsəniz, bir çox insan suya düşəcəyini güman edir. Amma bu ən pis ehtimaldır. Suya düşsəniz, saatda 320 km sürətlə düşdüyünüz üçün bu betonla eyni effekti verəcək. Mümkünsə başqa bir eniş nöqtəsi seçməlisiniz. Məsələn, Karibian restoranının 9-cu mikrorayon, Ayna Sultanova, İçəri şəhər və ya Xalqlar filialına saat 16:00-a qədər düşsəniz, siz burada ilk saat 3, sonraki saatlarda isə 1 manat ödəməklə bütün yeyib içdiyiniz şeylərin sadəcə maya qiymətini ödəyirsiniz. 16:00-dan sonra isə sadəcə ilk saat qiymət dəyişir və 5 manat ödəyirsiniz. Qiymətlər o qədər inanılmazdır ki, göydən düşdüyünə sevinəcəksən. Məsələn, burada yarpaq xəngəli sadəcə 4 manat 69 qəpikdir. Mal əti buğlama 6.91, no filter alvariya 4.34, litrli jager 62 manat, gürcü xəngəli 55 qəpik və s. və ilə axır. Günorta 12-dən səhər saat 6-ya qədər işləyən bu restorana təyyarədən düşsəniz, taksi ilə, piyada və ya təsadüfən gəlsəniz belə ortalama 100 manat qabağa düşərsiniz.